Şikayət kitabını gətirin. Senari müəllifləri Aleksandr Galiç, Boris Laskin. Quruluş Eldar Rizanovundur. Operatorlar Anatoliy Mkasey, Vladimir Naxapsev. Bəstəkar Anatoliy Lepin. Baş rollarda Oleg Borisov, Larisa Golubkina, Anatoliy Kuznetsov. Rollarda Anatoliy Papanov, Nikolay Kryuchkov, Nikolay Parfyonov və başqaları. İkinci Yaradıcılıq Birliyi. Salam. Başa düşürsən, Yura. Əgər iş olmasaydı səni qarşılayardım. Kiçik fəxri qarovul düzərdim, güllər, orkestr. Yaxşı, bəraət axtarma. May özünü necə hiss eləyir? Yanında mən varamsa özünü necə hiss eləyə bilər? Qulaq as, təsadüfən orada evlənməmisən. Ho, kimi görürəm? Salam, xoş gəlmisən. Çox sağ ol. Səfər necə keçdi? Əla. Salam dostum, salam. Çoxdan da səni görmürəm, lap çoxdan. Niyə çoxdan? Gediş günü, qayıdış günü. Uşaqlar, yaxşı bir təklifim var. İndi Germanın yanına gedirik və bizim xüsusi müxbirimizin uğurlu gəlişi münasibəti ilə... Qəbul olunsun, razıyam. Amma cəld olun. Uşaqlar, sizin ixtiyarınızdayım. Əlbəttə. Qaçdıq. Hesabı ödeyin. Araq? 4,5 litr. Pivə? 9 şüşə. Yəqin ki, yanında da pendir olsun. Göz yaşı ilə. Başqa nə arzuluyursınız? Xahiş edirəm, bunu yadınızdan çıxarmayın. Balıq? Hə, kilkə. Yəqin ki, kebablardan da yiyəcəksiniz. Hə, 3 nəfərə. 9 ədəd. Aha, Direktor bizimlə olacaq. yaxşı. Ay qız, bir dəqiqə. Mən kar deyiləm, eşidirəm. Biz hara gətirmisən? İkinci dərəcəli normal restorandır. Yaxşı tanıyırlar. Ay qız, bir saniyə, bu adama diqqətlə baxın. Görürəm. Üz cizgiləri görürsüz necə düzdür? Gözləri işıq saçır. Bu çox yaxşı adamdır. Bu əla adamdır. Təbəssümünə baxın. Bugün pulu o verir, sifarişi qəbul eləyin. Məmnuniyyətlə. Amma sizin masaya mən qulluq eləmirəm. Çox danışdın, amma faydasız. Hə, 5-ci masa kimindir? Mənimdir, nə istəyirsən? Adamlar gözləyir. Gözləyərlər. Əgər restoranları gəzirlərsə deməli vaxtları var. Zinayi da 7-ci masaya naraq tələb eləyir. Bilmirəm neynim, onsuz da çox içiblər. Eybi yox Vera, hərə öz tələbatına görədir. Al, bu cür apar, hər ehtimala qarşı.
Salam Kuzmiç. Salam. Vəziyyət nə yerdədir? Sakitlikdir. Dünənkindən sonra şüşələri salıblar? Saldılar, elədir ki var. O soruşur. Niyə içirsiniz? Yalnız dəvə içmir. Səhra sakinidir. Hisə verilmiş balıqda içmir. Niyə içsin axı? Özü qəlyan altıdır. Başa düşün xanım qız. İnsanlar bütün ömürlərini borc gözləyərək keçirə bilməzlər. Onların işləri də var. Biz bura gənc ikən gəlmişdik. Siz boş-boş danışacaqsınız, yoxsa nəsə sifariş verəcəksiniz? Sizə baş qoşmağa vaxtım yoxdur. Gör nə qədər adam var. Tez olun, nə sifariş verəcəksiniz deyin. Borc Borç istəyirsiniz? istəmirik. Borc. Əvvəlcə masanın üstünü yığışdırın. İlahi, sonra yığışdıraram. Əvvəlcə sifarişinizi verin. Gah borc istəyirsiniz, gah istəmirsiniz. Özləri bilmir nə istəyir. İnsanlar da çaşbaş Bizə salırlar. heç nə lazım deyil. Şikayət kitabını gətirin. Sakit ol. Buyurun, əgər yerindədirsə gətirərəm. Uşaqlar, bunun mənası yoxdur. Heç nə təsir eləməyəcək. Bezdim. Oturun, oturun. Nə qədər oturmaq olar? Axşamınız xeyir, nuş olsun. Direktor müavini yoldaş Kutaysev. Biz şikayət kitabını istədik. Başa düşürsüz? Direktor müavini Kutaysev istəmədik. Şikayət kitabını. Başa düşdüm. Məmnuniyyətlə, əgər yerindədirsə. İndi ora bir sözlər yazacağım ki, Fikrini dəqiqləşdir. Bir yerə cəmləşdir. Al mənim qələmimi götür. istedadını mobilizə elə. Hə, müvafiq sözləri seç. Məni öyrətmə. İndi elə sözlər seçəcəm ki, onları isti basacaq. Salam. Mən restoranın müdiriyəm. Nə baş verib? Tengiz, deyəsən nitq söyləmək istəyirdin. Heç bir sözüm yoxdur. Bağışlayın, adınız nədir? Tatyana Aleksandrovna Şumova. Bilirsiniz Tatyana Aleksandrovna Şumova. Məsələ ondadır ki, bizim vaxtımız azdır. Və xeyli vaxtdır ki, burada oturmuşuq. Yəqin narazısınız ki, sizə gec xidmət göstərirlər. Bunu necə bildiniz? İndi sifarişinizi qəbul edəcəklər. Klava, İndi də bizim vaxtımız yoxdur. Uşaqlar, gedək. Gedək. sifariş verəcəksiniz Sağ yoxsa olun, yox? yoldaş direktor. Gecəmiz hədər getdi. Gələn dəfə mütləq sifariş verərik. Hə, özü də başqa restoranda. Gedək Yura. Uşaqlar, mən qalacam. Niyə Yura? Nə olub axı? Yuri. Nədir? Sağ olun uşaqlar, mən qalıram. Hər şey aydındır. Yura ilk baxışdan aşık oldu. Tanyuşa. Qadınsa onu deyəsən sevmədi. Onu necə sevmədi? Uşaqlar, fikrinizi yayındırmayın. Deyəsən qəzetiniz bugün çıxmayacaq. Düzdür. Gedək. Uşaqlar, bilirsiniz, arvadım məni atıb gedib. Gedib. Maşa, Lida. Getdi. Kinoya getdi. Hansı seansa? 18:45-ə. Evi yoxdur. Mən də sağlamlığımı laxlatmışam. Gecə yeyən kimi. Səhərə qədər yuxuda oba xeysi görürəm. Sən yatma. Düz deyir. Vəssalam. Bu qədər nöqtə. Sağlam ol. Balıq, ay balıq, sənin təbəssümün hardadır? Odlu, alovlu gülüşün hardadır? Sözlərini yenidən yaz. Klava, Hə, tez ol 5-ci masaya xidmət göstər. Orada oturub nəsə yazır. yazıcıdır. Timiryazev. Луна роняет нежный свет, сменяя день, приходит вечер, а мне всего 17 лет. Любовь спешит к
ко мне навстречу. Мне не до сна, в душе весна, любовь спешит ко мне навстречу. У счастья много есть примет, весь мир цветет весенним садом, а мне всего 17 лет. Мой милый друг со мной рядом. Мой Nə sifariş verəcəksiniz? Zəhmət olmasa bir fincan qəhvə. Весь мир цветет весенним садом. Уже луны растаял след, в лучах рассвета небо просит, а солнце шлет нам свой привет. Нам не страшна седая осень, ведь нам с тобой, любимый мой, 17 лет, 17 весен, 17 весен. Bravo! Bravo! Klava, nə sifariş verdi? Nə sifariş verməli idi? Cəmi bir fincan qəhvə. Səs-küylərinə dəyməz. Cəmi 10 qəpiklik sifariş verib, amma özünü mərifətli adam kimi aparır. Ədəbsiz. Bəsdir, tez ol. Olar. Hə, buyurun. Çox sağ olun. Otur. Bağışlayın. Sizin sifarişi qəbul eləyiblər. Bəli, qəbul eləyiblər. Qatlamaq olmaz. Təşəkkür eləyirəm. Xanım qız, zəhmət olmasa İndi gəlmisiniz, insafınız olsun. Hə, uşaqlar, yaman çox şey istəyirsiniz. Mən yarım saatdır gözləyirəm. Qəhvəni evdə içmək lazımdır, restoranlar gəzmək lazım deyil. Düz deyir, ev daha yaxşıdır. Seryoja, gedək buradan. Çox xahiş eləyirəm. başqa heç yerə gedə bilməyəcəyik. Niyə? Biz gənclər kafesinə gedə bilərik. Ya da Aelitaya. Aelitada səhərdən növbə tutmaq lazımdır. Qulaq as gör o ofisant qadın necə danışır. Belə cavandılar amma ofisantı təhqir eləyirlər. Yaxşı deyil. Vaxtınızı itirməyin uşaqlar. Gedin. Aelitada nə tapacaqlar? Ən azı orada tozlu palmalar görməyəcəksiniz. Bax bu mərmər kimi rənglənmiş sütunları, bu məxmər pərdələri, adam onları dartıb açmaq istəyir. Oy, bağışlayın, Tanrı xatirinə bağışlayın. Neynirsən? Sənə kim ixtiyar verdi? Burax məni! O məni vurmaq istədi. Neynirsən? Əl qol atırsan? Bura gəl. Bir dəqiqə. Bura gəl görüm, yaramaz. Melis! Sən mənə əl qaldırdın? Burax. Burax məni. Dedim ki, burax məni. Məni vurmaq istəyirdin, hə? Burax deyirəm. Utanmırsınız? Bu anlaşılmazlıqdır. Mənə toxunmayın. Çıxın gedin buradan. Toxunmayın mənə. Heç yerə getməyəcəm. Yeri gəlmişkən, yoldaş direktor, mən hələ öz qəhvəmi içməmişəm. Eşitdiniz? Yoldaş direktor dedi ki, hələ içməyib. Əgər içsəydi, bütün restoranı qırıb tökərdi. Sakit ol. Bu dəqiqə buradan çıxın gedin. Eşidirsiniz? Heç yerə getməyəcəm. Deməli getməyəcəksiniz. Melis! Aparın onu. Nə baş verir? O məni pərvazla... Onu pərvazla. Vəssalam, bu da nəticəsi. Xahiş eləyirəm ki, mənlə gedəsiz. Buyurun. Buna baxın, hələ bir gülümsüyür də. Gülümsüyür, ziyalı. İndi 15 tutqalıq eləyərlər, onda baxar. Gəlir. Çamadanlarını götür, biz gedirik. Hə, qalx. Tez ol, cəld ol. Tez, tez. Hara gedirsiz?
Sənin mənzilindən köçürük. Əlvida Yura. Aydındır. Yəqin indi sizdən soruşmalıyam niyə, hə? Soruşmalısan. Soruşmalısan. Soruşuram niyə? Yəqin sən artıq evlənmisən. Restoranın direktoru ilə. Artıq yaşamağa yerimiz yoxdur. Gülürəm. Yeməyi nəsə saxlamısınız? Bəlkə əvvəlcə salamlaşasan? Bağışla, salammaşa. 2 aydır yoxsan. Birinci gecə hardasa veylənirsən. Bəsdir, maşqa deyinmə. Bəsdir görək. Çörəyi yerinə qoy. Hələ üstəlik, ona yemək də verməyib. Hardaydın? Məni milisə aparmışdılar. Nəyə görə? İctimai yerdə dava elədiyim üçün. Bir dəqiqə yanından ayrıldım, o saat dava salıb. Dayan, nə baş verib? Maşınka, otur, indi diktə eləyəcəm. Yəni səhərə qədər gözləmək olmaz? Bəzən elə hal olur ki, səhərə qədər gözləmək olmur. Arvadımın üstünə niyə qışqırırsan? Sən sus, yoxsa evdən çıxardaram. Sən lövhə olacaq? Olacaq. De. O daxili vəziyyətimi dəqiq ifadə eləyir. Təxminən belədir. Yox, belə olmaz. Redaktor icazə verməyəcək. Hə. Əlbəttə. Yaxşı, hələlik sərlövhəsiz olsun. Abzas. O masaya yaxınlaşdı, nöqtə. Onun gözəl, boz gözləri Oha. buz kimi soyuqqanlılıq saçırdı. Nöqtə. Və burada mən yenidən uğursuz gecəyə qayıdıram. Biz Zəncirotu kimi zərif adı olan ictimai iaşə müəssisəsinə gəldik. Oturub yüngül şərab içərək musiqi dinləmək istəyirdik. Yüngül şərab. Ağıllı çıxıb mənim üçün. Yüngül şərabdan mənə nə xeyri var? Onun üçün yüngüldür, mənim üçün ağır. Mən də planı yerinə yetirmədiyim üçün töhmət almaq istəmirəm. Düz deyirsən. Tatyanaya da yaman sataşıb. O masaya yaxınlaşdı. Onun gözəl boz gözləri buz kimi soyuqqanlılıq saçırdı. Əslində çox anlayışsız adamdır. Kobudluğumuzu bəyənməyib. Bütün gün nəfəs almadan qaç onda görərsən. Yox qızlar, burada çox şey düz yazılıb. Mədəniyyət barədə də, hörmət barədə də. İlk vaxtlar tanışlarıma hafizan işlədiyimi deməyə utanırdım. Amma utanmağa səbəb yoxdur. Bu iş başqalarından pis deyil. Pisdir. Bizim işdən pisi yoxdur. Bizə ərə gəlmirlər. Niyə belə gec gəlirsiniz? Gec? Biz orada sizə daha yaxşı xidmət göstərmək barədə məqaləni müzakirə eləyirik. Siz isə 10 dəqiqə dözə bilmirsiniz. Zinayda mənə cavab ver. Axı sən mədən adamsan, niyə bura onların xoşuna gəlmir? Sakitdir, təmizdir, mədənidir, rahatdır, vaxt keçirməyə yerləri var. Bu məxməri mən dişim dırnağımla əldə eləmişəm. Bu cür məxmərə görə istənilən qadın həyatını qurban verər. Düz deyirsən. Yox. Biz heç kimin zövqü ilə oturub durmayacağıq. Onlar modernist deyirlər. Biz modernə işləmirik. Sadə sovet adam üçün işləyirik. Redaksiya. Zəhmət olmasa yoldaş Nikitini çağırın. Evdədir. Zəhmət olmasa ev telefonunu verin. Çox sağ olun. 34, çox sağ olun. Yura, bağışla. Mən rəhbərlikdən göstərişlərimi alım. Tənbəllər. Mən redaksiyaya qaçıram. Yura, köynəyini ütlədim, dolabdadır. Çox sağ ol. Tengiz, ərzaq mağazasına get. Çörək, yağ və 200 qram kalbasa al. Hələlik uşaqlar. Hə, aydındır. Çörək, 200 qram yağ, kalbasa və bir şüşə sinandali. Sinandali ilə bağlı göstəriş olmadı. Adam yaradıcı təklif eləyə bilməz? Bəli. Yoldaş Nikitini o evdə yoxdur.
Bilmirəm nə vaxt olacaq. Kim soruşur? Yura, Yura, bu odur. Kim? Felyetonun qəhrəmanı. Nə deyim? Bir dəqiqə. Sən demə evdədir. Bəli? Yoldaş Nikitin, salam. Salam. Sizlə danışmaq istəyirəm. Çox şadam ki, mənə zəng elədiniz. Şadsız? Hə, adətən mənlə danışmırlar. Belə hallarda məndən şikayət eləyirlər. Mən də şikayət eləyəcəm, narahat olmayın. Bu çox adi haldır. Nəsə saçan gözəl boz gözlər. Siz danışmağa cəhd belə göstərmədiniz. Dayanın. Mənim məqaləmlə razı deyilsiz? Sizdə Zəncirotuda baş verənlər xoşunuza gəlir? Hə? Əlbəttə mənim də çox şey xoşuma gəlmir. Axı mən nə edə bilərəm? Bilirsiniz nə var? Gəlin sizlə görüşüb söhbət eləyək. Məncə siz çox şey eləyə bilərsiniz. Salam. Salam. Bilirsiniz, Nikitin mənəm. Aa, Biraz gözlənilməz oldu, hə? yox, niyə ki? İndi sizin məqalənizdəki alicənab narazılığı başa düşdüm. Sən demə, bu çox sadə imiş. İnsan restorana gəldi, dava saldı. Buna görə də milisə düşdü. Amma jurnalist olduğu üçün qəzəbli mülki məqalə yazdı. Məsələ isə sadəcə şəxsi inciklikdədir. Bilirsiniz, haqlısınız. Məsələ şəxsi inciklikdədir. Mənim də bir çox müştəriləriniz kimi çox xətrimə dəydilər. Sizsə bunu başa düşmək istəmirsiniz. Bağışlayın, Yura. Hə, Maşa? Baş redaktor xahiş elədi ki, inşaat institutuna gedəsən. Yeni memarlıq diskusiyasına yeri gəlmişkən məqalə sabahki nömrəyə planlaşdırılır. Yaxşı, Maşınka, yadımdadır, gedirəm. Bağışlayın, işim var. Əlbəttə, xoşa gəlməz söhbətdən qaçmaq istəyəndə həmişə aradan çıxırlar. Məni niyə qorxaqlıqda ittiham eləyirsiniz? Əgər bu xoşa gəlməz söhbəti davam eləmək istəyirsinizsə, qulluğunuzda hazıram. Gedək? Elə bilirsiniz, imtina eləyəcəm? Gedərəm. Yaxşı, oldu. Salam. Bilirsən, deyirlər univermağa qəşəng material gətiriblər. İngiltərənindir. İlahi, lap belə olub. Klava. Ged o masadakının sifarişini götür. Tez. Xoş gördük. Salam. Xoş gəlmisiniz. Axşamınız xeyir. Necəsiz? Yaxşıyam. Sifarişinizi verin. Sizə xidmət göstərəcəm. Rəhbərliyiniz hardadır? İndi, bu dəqiqə. Zəhmət olmasa. Vasili Vasilyeviç, müfəttiş sizi görmək istəyir. Direktorun müavini yoldaş Kutaysev. Sizə necə kömək eləyə bilərəm? Salam. Salam. Direktor hardadır? Tatyana Aleksandrovna birazdan gələcək. Əgər nəsə lazımdırsa mən əvəz eləyə bilərəm.
Yox, siz əvəz eləyə bilməzsiniz. Başa düşürəm. Çox yaxşı. Ümumiyyətlə, Tatyana Aleksandrovna necədir, necə işləyir? Oturun. Mən dayanaram. Necə işləyir, necə işləyir? Buyurun, baxın. Bunu oxumuşam. Gənc işçidir. Hələ ki təcrübəsi azdır, amma planı ödəyirik və bu kollektivin xidmətidir. Aydındır. Gec gələcək? Söz verib ki, tez gələcək. Bəlkə nəsə yeyəsiz, hə? Təzə balıq almışıq. Hə? Hə? Yox, sağ olun. Əgər mümkündürsə, bir stəkan çay gətirin. Başa düşürəm. Bir dəqiqə. Bəli. Zəhmət olmasa limonlu olsun. Başa düşürəm. Sakit, sakit, sakit uşaqlar, bitirirəm. Yenə təkrar eləyirəm. Yenilik haqqında söhbətlərimiz tez-tez düz istiqamət almır. Baxır necə? Yenilik o demək deyil ki, bunu bizim üçün novator əməl eləyəcək. Yenilik odur ki, biz onu bax bu əllərimizlə, öz əllərimizlə yaratmalıyıq. Eləcə də başımızla. Mən hesab edirəm ki, öz bacarığımızı və gücümüzü təcrübədə sınamaq üçün bizə indidən imkan yaratmalıdılar. Bilirsiniz, ağlıma yaxşı fikir gəlib. İndi görəcəksiniz nə edəcəm. Bir söz deyə bilərəm. Buyurun. Olar, hə? Buyurun. Yoldaşlar, mənim konkret təklifim var. Qonşuluqdakı Zəncirotu restoranını tanıyırsınız? Hə! Yaxşı restorandır? Yox! Təsəvvür eləyin ki, qarşınızda onun müdiri dayanıb. Mən istəyərdim ki, siz Onu rədd olsun. rədd olsun. Rədd olsun! Düzdür. Elədir ki var. Dayanın. Dayanın. Niyə qaçırsınız? Yoldaş müdir. Yoldaş müdir. Məndən nə istəyirsiniz? Yəqin bu dəfə milissiz keçinərik. Hirslənməyin. Mən bu cür effekti gözləmirdim. Başa düşün, yoldaş müdir. Mənim adım, atamın adı və soyadım var. Bugünsə sizin sayənizdə onu milyon adam öyrənib. 5 milyon. Nə? Təəssüf ki, qəzetimin tirajı 5 milyondur. Tatyana Aleksandrovna, özünüz zəng eləyib dediniz ki, məqalə haqqında danışmaq istəyirsiniz. Anlamadığınız məqamlar var. İndi bir şeyi anlamıram. Sizi niyə milisdən belə tez buraxdılar? Dəlil olmadığı üçün. Məni gözləyirsiniz, yoldaş? Səni, İvan, İvan İliç, Kandakov. Kandakov. Azadsız yoldaşlar. Bu doğrudan da sənsən? Mənəm. Gözlərimə inanmıram. Nə vaxt gəlmisən? Dünən Burada olduğumu hardan bildin? qəzetdən mətbuat səs-küy salıb. Yaxşı. Yığış, səni aparmağa gəlmişəm. Nə? Hara? Mənim işlərim var, gedə bilmərəm. Nə iş? Bunlarla? İş yeni başlayır. Nahaq yerə gülürsən. Nikitinin institutda törətdiyini görsəydin. Tatyana, sənlə elə indi danışdıq. Bir də onu xatırlamayacaqsan. Bitti. Nikitin yoxdur. Kandakov var. Yaxşı, de görüm niyə gəlmisən Kandakov? Sənin yanına. Niyə telegram göndərməmisən? Sürpriz. Təbii ki, nazirlikdə işlərim var. Ticarət avadanlığı ilə bağlı Rigaya uçmalıyam. Sonra bizə adamlar lazımdır. Adamlarımız çatışmır. Çətinlik çəkirəm, başa düşürsən? Boğuluram. Görünür. Doğrudan görünür. Qulaq as, sən heç dəyişməmisən.
Yox, Tatyana, mən çox böyümüşəm. Nə danışırsan? Hə, gedək. Gəl burada oturaq. Haqlısan. Hər kəsin həyatda öz rolu var. Məsələn, sən böyük bir diyarın ticarət idarəsinin müdirisən. 40 belçika qədər. Nə? Ərazisinə görə. Mənim rolum isə 2 sözlə müəyyən olundu. Yemək hazırdır. Bu rolu da müxtəlif cür oynamaq olar. Bilmirəm, bəlkə də. Dayan. Belə çıxır ki, peşən xoşuna gəlmir. Onda yaxşı nə var ki? Kristofor Kolumbu tanıyırsan? İspaniya sahillərindən niyə üzdüyünü bilirsən? Yeni ticarət yollarını açmaq üçün. Magellansa Lapçevdənizini tanıyırsan? Hamısı bizim adamlardır, bizim uşaqlardır, ticarət işçiləri. Heç bizim kim Plixanov institutunu bitirməyiblər. Bu axmaq zəncirotuda oturmaq üçün institut bitirməyə dəyərdi. Tatyana, hər şey bizim əlimizdədir. Puh, zəncirotu yoxdur. Sənə tam rəsmi təklif eləyirəm. Mənlə gedək. Sənin yanına? Hə, uzaq şərqə, Kamçatka, misilsiz diyardır, 50 belçika. Gəlsən, bir belçika sənindir. Alver eləyərsən, insanları yedirdərsən, geyindirərsən, ərə gedərsən mənə. Nə sifariş verəcəksiniz? Nə yeyək? Dondurma. Dondurma və su. Bu qədər? Belə nə də qalmışdıq? Sənə ərə getməyim də. Hə. Bilirsən, ideyan çox xoşuma gəlir. Şəxsən mən lehinəyəm. Çox ədəbsizsən. Tatyana, səni 3 ildir görmürəm. 3 il. Çox gözəl olmusan. Yeni felyeton. Xalları ləğv eləyirik. Çox acıqlı olmusan Yura. Məncə sən evləndirmək lazımdır. Bax, onu düz deyirsən. De görüm, felyetonların bu cür gözəl mövzularını hardan tapırsan? Necə yəni, hardan? Həyatdan? Yeri gəlmişkən ticarət idarəsindən zəng eləmişdilər. Belə? Zəncirotu haqqında felyetonun böyük səs-küyə səbəb olub. Bunu öz iclaslarında müzakirə eləməyə hazırlaşırlar. Çox yaxşı. Amma düşünürəm ki, sənin ora getməyə məsləhət deyil. Bilirsən, sənə görə çox qorxuram. Necə yəni getməməliyəm? Bu mövzunu mən tapmışam, araşdırmışam, bu haqda yazmışam. Mən getməsəm kim gedəcək? İnandırdın. Düşünürəm, bu qədər həyəcan keçirməyinə dəyər. Borclu qalmayacağam. 1-0. Bu bizim üçün çox ağırdır, yoldaş Nikitin. Siz yalnız Şumovanın xətrinə dəyməmisiniz. Yaxşı, ola bilər ki, o gənc işçidir, təcrübəsizdir, müxtəlif səhvlərə yol verir. Düzdür, amma siz ümumiləşdirirsiniz. Siz bütün ticarət işçiləri ordusunun xətrinə dəymişsiniz. Siz tək deyilsiniz. Tamaşaya baxırsan, fırıldaqçı kimdir? Mağaza müdürü. Hekayə oxuyursan, cinayətkar kimdir? Satıcı. Belə çıxır ki, bütün ticarət işçiləri fırıldaqçı və kələkbazdılar, hə? Bunu siz biraz şişirdirsiniz. Heç nə şişirtmirəm, nə dediyimi bilirəm. Xüsusi həyəcanla qəzet açdıq. Düşündük ki, nəhayət bizə kömək olub. Dəyərli təlimatlar var. Müəssisə rəhbərinin gözəl boz gözləri olması xəbəri bizə necə kömək eləyə bilər, hə? Səhvim varsa qoy yoldaşlar səhvimi düzəltsinlər. Düzəldərik. Sadəcə maraqlıdır ki, yoldaş bunu necə gözəl bilib. Məndə olan məlumata görə müəllifi restorandan yola salıblar. Yox, bilirsiniz, o qədər də cəhd eləmədilər. Milislə çıxartdılar. Bu anlaşılmazlıq idi. Məsələ bunda deyil. Əslində məqalə düz yazılıb. Doğrudur. Yoldaş Nikitin belə hesab eləyir ki, hər şey asan və sadədir. Amma bu belə deyil. Ola bilsin ki, ümumiyyətlə mənim gücüm bu işə çatmır. Ən yaxşısı odur ki, işdən çıxmaq haqda ərizəmi təqdim eləyim. Şəxsən mənə bu çox sərf eləyir. Bəs nə bilmişdiniz? İnsanın bu cür xətrinə dəyəndə əl-qolu bağlanır. Yox, bu düzgün qərar deyil. Əgər biz hər bir yazı pozuya, daha doğrusu məqaləyə görə işdən çıxmaq ərizəsi yazsaq, işləməyə adam qalmayacaq. Bundan əlavə Tatyana Aleksandrovna, niyə təvazökarlıq edirsiniz? Niyə ən əsas şeyi demirsiniz? Keçən ay zəncirotu planı 107% yerinə yetirib. Bu artıqlaması ilə ödəmədi. Təəssüf ki, bizim planı artıqlaması ilə yerinə yetirməyimiz çox vaxt faizlə, yox dərəcə ilə hesablanır. Hərdən olur. Olur. Deməli belə, nöqteyi nəzərlər az-çox aydın oldu. Bəlkə məqalənin müəllifini dinləyək. Yoldaşlar, hər bir işdə, o cümlədən həm də sizin işinizdə uğurlar və ya nailiyyətlər var. Bu aydındır və düzdür. Amma bugün yalnız qüsurlar haqda danışmaq lazımdır. Bizə mane olanlar barədə. Buna görə gəlin açıq olaq. Bir-birimizdən inciməyək və necə deyərlər, bir-birimizə qarşılıqlı nəzakət göstərək. Qəzetin çıxışından sonra redaksiyamıza məktub axını oldu. Məsələn, belə bir məktub. Satıcıdan soruşdum ki, gümüş toyumuza arvadıma nə hədiyyə eləyim? Satıcı cavab verdi, mallar piş şaxtada, gözləriniz üstünüzdədir. Bizə isə məsləhətə görə pul vermirlər. Buyurun. Yaxud başqa bir məktub.
Mən poçtla elektrik istiqacı sifariş verdim. İstiqacı əvəzinə mənə bayanda çalmaq üçün dərslik göndərdilər. Xahiş edirəm aydınlıq gətirin. Bu kitabı hara qoyum? Bu qədər diqqətsizlik nəyə görədir? Bu biz deyilik, bu bağlama ticarətdir. Bu bizim barəmizdə deyil. Biz ictimai yaşayıq. Sizdən də yazırlar. Buyurun, baxın. Hesabda aldatdıqları bəs deyil. Bu barədə xəbər verəndə az qala bayra atacaqdılar. Buyurun. Maraqlı mənzərə yaradır. Bir nəfəri hesabda aldadıblar, dərhal səs-küy qalxıb. Minlərlə insanı aldatmırıq, bayra atmırıq. Bu barədə susuruq. Yoldaş Posnikov, sizə bir təklifim var. Nə təklif? Gəlin sizlə bir səhnə quraq. Nə səhnə? Siz müştəri olun, mən ofisant. Biz səhnə qurmuruq. Bu təkliflə Mədəniyyət Nazirliyinə müraciət eləyin. Orada sizi başa düşərlər. Ümidvaram məni Ticarət Nazirliyində də başa düşəcəklər. Deməli belə, madam ki yoldaş Posnikov istəmir, bəlkə mən sizə kömək eləyə bilərəm. Çox yaxşı. Nikolay İvaniç. Hə. Deməli belə. Hə. Yaxşı, Sonra isə yaxşı, olar. olar. Yoldaş ofisiant. Bəli, eşidirəm sizi. Deməli belə, bir pors salat, Bir pors salat, syomqa, syomqa, qara kürü, qara, kabab. kabab, Hə, adı nə idi? Karski. karski, Plan 1. plan 1, Bir sözlə bütün menyunu. bütün menyunu. Bütün menyunu. Bəs nə içəcəksiniz? Şərab. Hansından? Hansı olur olsun. Hə, 2 şişə konyak. Bir saniyə. Bu, eşidirsiz? Bu birinci hissədir. İndi isə ikinci hissə olacaq. Yoldaş müştəri olar. Buyurun. Yoldaş ofisiant. Bəli, eşidirəm sizi. Mənə bir stəkan çay verin. Bir də pendirli buterbrod. Nə? Bir stəkan çay və buterbrod. Elə bu? Hə? Çayı evdə içmək lazımdır. Restoranda nə işin var? Bu nə biabırçılıqdır, şikayət eləyəcəm. Buyurun, şikayət eləyin. Kimə istəyirsiniz? Hara istəyirsiniz gedin. Lap özünüzə, Nikolay İvaniç. Necədir? Yaxşı oynadıq? Qəşəngdir. Satira teatrındakı kimi. Əgər kafelərdə, restoranlarda hər bir insanı təbəssümlə qarşılasaydılar, necə də yaxşı olardı. Nə yapışmısınız təbəssümlə? Xaricə getmişdim. Orada hər yerdə gülümsüyürlər. Kafedə də, mağazalarda da. Məyər bu pisdir? Yaxşı fikirləşin. Görün bu nə təbəssümdür. Elə bilirsiniz, sizə ürəkdən gülümsüyür, həmin ofisiant ya satıcı, o sizə pula görə gülümsüyür. Siz istəyirsiniz ki, bizim Sovet ofisiantı... Hə, mən istəyirəm ki, bizim Sovet ofisiantı gülümsəsin. Mənə, sizə, ona, təbii ki, pul müqabilində yox. Onda nəyə görə gülümsəsin? Yaxşı, razı saldınız. Düzələrik. Daha yaxşı işləyəcəyik. Çox ruhlandırıcı quruluşdur. Daha yaxşı. Deməli, komanda oyunu uduzub, məşqçi isə fəxrlə deyir. Sabah daha yaxşı oynayarıq. Daha yaxşı deməkdən əl çəkək. Gəlin deyək, yaxşı oynayacağıq, yaxşı işləyəcəyik. Özümüz özümüzü tərifləməyə son qoyaq. Yoldaş Nikitin, bəli? Fikirləşirsiniz ki, belə asanlıqla çıxıb gedəcəksiniz? Nədir ki? Xahiş edirəm bir dəqiqə gözləyin. Apara bilərəm. Çox sağ olun, mən piyada gedirəm. Yaxşı. Tanış olun. Əslində biz artıq tanışıq. Nikitin Yuri Vasilyeviç. Tanya, əlini uzat. Bax belə, əla. Bundan rəsmi hissəni bitmiş hesab eləyək. Bədii hissəyə keçirik. İndi harasa gedirik, bir yerdə otururuq. İki böyük dövlət arasındakı sülh və dostluq şərəfinə bağda qaldırırıq mətbuat və ticarət. Məmnuniyyətlə. Gedə bilmərəm. Başlandı. Yoldaş Nikiti mənə çoxlu iş tapşırıb. Tatyana Aleksandrovna, mən Zəncirotuya gedirəm. Siz Hə, gedirsiniz? bir dəqiqə gözləyin. Yaxşı. Sağ olun. Sağ olun. Təəssüf. Sizlə tanış olmaq çox xoş idi. Tanya, axşam gələcəm. Yaxşı. Bizi atsalar da təklif qüvvədə qalır. İndi... Гитара играет, и месяц сияет. Стоят под окном мужчины, конечно, не без причины. Стоят под окном мужчины. Ай-яй-яй-яй! Что за мужчины
Стоят они тут и хором поют, конечно, не без причины. Ай-яй-яй-яй. Belə düz deyil. Bu dəqiqə. Поем серенаду, нам встретиться надо, так выглянешь и на мгновенье. А то уж мы разбудили почти что все местное население. Düzdür? Ай-яй-яй-яй, выйди, Татьяна, ведь мы не артисты, нам петь нелегко. Где же ты, моя Сулико? Düz deyil. Яй-яй, ай-яй-яй-яй-яй. А если не выйдешь, нас очень обидишь. Обидишь ты нас морально, а нас обижать морально. Это ведь аморально, правильно? Ай-яй-яй-яй. Выйди, Татьяна, отсюда уж нас прогонят сейчас. Так выйдешь скорей, Татьяна. Ча-ча-ча. Yura, Vanya. Göyərçini oxu. Nə? Tatyana. Düz gəlməmisiz. Mən qonşu həyətdə oluram. Bunun əhəmiyyəti yoxdur. Sən bizim səsimizə hay verdin. Səsinizə yox, nəriltinizə. Əhəmiyyətli deyil, gedək. Gedək. Hara gedək, gedə bilmərəm. Soruşma. Ana! Ananla danışdıq, elə atanla da. Sağ olun. Yura, taksi. Aha, taksi, tuturam. Getdik. Onu bağışla. Hə? Adam felyeton yazıb. Kimdə olmur ki, düzdür? Hə. İstəyirsən mən də diz çöküm. Al. O bir də eləməyəcək. Mən bir də eləməyəcəm. Tanya, onu bağışla. Onu bağışlayın. Bağışla onu. Bağışlayın. Bağışlayıram, bağışlayıram. Bəsdi münasibətlərə aydınlıq gətirdiniz. Gəlin rəqs eləyək. Bağışlayın mən. Buyurun, olar? İlk dəfədir haqqımda felyeton yazan adamla rəqs eləyirəm. Həyatda bundan da betər olur. Siz məndən doğrudan incimirsiniz? Artıq incimirəm. Deməli, siz burada çox sağ olun, kirəyə qalırsınız? Hə, Sizdən çox alır? xeyli. Bilirsiniz nə ilə ödəyirik? Nə ilə? Qəlbimizin alicənablığı və xırda yaltaqlıqla. Tezliklə redaksiyanın binası hazır olacaq. Öz evimizə köçəcəyik. Təbriklər. Ev gördüsünə dəvət edirik. Əsil gürcü kababı. Çaxır, sel kimi axacaq. Mütləq gələcəm. Yuri Vasiliç, hə? Bəlkə qəhvə? Hə, olar. Düzdür. İcazə olar. Xoşun gəlir? Çox mənimdir. İndi gedib ona evlənmə təklif eləyəcəm. Mənsə gedib qəhvə bişirəcəm. Tünd elə. Bağışla, amma köhnə dostumla çoxdan da görüşmürəm. Rəqs eləmək istəyirəm. Yoldaşla rəqs elə. Tanya, mənə ciddi nəzərlərlə bax. Mən səni sevirəm. Vaniçka, mən də səni sevirəm. Mən səni belə sevmirəm. Mən də səni belə sevmirəm. Qəhvə hazırdır. Bəs necə? Şiddətli töhmət verilir. Yaxşı, bəsdir, bezdim. Sizə nə var ki? Sizin üçün yaxşıdır. Nomenklaturaya tabesiz. Mənsə balaca adamam, hamı mənim xətrimə dəyə bilər. Yaxşı, bəsdir. Yoxsa indi mən də ağlayacam. Səndən soruşan yoxdur, İlan. Bu da direktor olub, çıxış elədi. Qayda qanun yaradacağıq, hər şey eləyəcəyik. Hamını təhqir eləyib axırda çıxdı. Niyə yalan danışırsınız? Tatyana Aleksandrovna heç kimi təhqir eləməyib. Dedi ki, sən vəkillik elə. Mənə burada da yaxşıdır. Neçə vaxtı yaxşısan? Özün deyirdin ki, peşəmdən utanıram.
Hərdən utanıram. Əvəzində siz heç vaxt heç nədən utanmırsınız. Nəyə işarə edirsən? Demək istəyirəm ki, sirkdə işləsəz daha yaxşı olar. Orada fokusçular çıxış eləyirlər, sudan çaxır düzəldirlər. Görmüsən? Görmüşəm. Sakit olun, bəsdir. Tatyana Aleksandrovna haqlıdır. Bizdə bəzi yerlərdə ayrı-ayrı çatışmazlıqlar var. Düz sözə nə deyəsən? Cəfəngiyyatdır. Nerede cəfəngiyat? Sən sussan yaxşıdır. Bilirsən sənin kobudluğundan nə qədər şikayət var? Elədir. Maraqlıdır, məsələn, iclasda belə bir şey baş verdi. Yoldaş müdürün özü qəzetin müxbiri ilə birlikdə səhnə göstərirdi Klava. İndi biz də tərbiyəvi tədbir kimi gəl onu təkrar eləyək. Mən müştəri olacağam, sən olacaqsan. Bacarmaram. Sən cəhd elə, özünü səfərbər elə. Sübut elə ki, sən də Raiçka və ya Veriçka kimi mehriban, nəzakətli ola bilirsən. Buyur. Ziniçka, bizi ilhamlandırmaq üçün bir şey qoy. Bunu demirəm. Musiqini deyirəm, qoy bu da qalsın. Belə. Başlayaq. Zəhmət olmasa bizə antrikot gətirin. Buyurun. Mal əti təzədir, Təzədir. soğanla gətirin. Buyurun. Kartofsuz. Buyurun. Bəlkə bitki gətirəsiz. Bitki də olar. Yox antrikot. Yaxşı. Yaxşı yox, buyurun. Yaxşı buyurun. Deməli antrikot. Bəlkə quş əti olsun. Bəlkə toyuq gətirəsiz. Öz işiniz. Yenə düz demirsən, buyurun. Məsləhət sizindir, toyuq da olar. Buyurun məsləhət sizin də toyuq da olar. Toyuq cavandır. Cavandır. 32-ci ildəndir. Bu nədir, satiradır, yumordur. Başa düşmürəm. Yaxşı, bəsdir başımı xarab elədiniz. Nə istəyirsiniz deyin Bax, gətirim. sənin bütün bəlan bundadır. Nə nəzakətin var, nə dözümün. Bacarmıram Vasili Vasilyeviç, bacarmıram. Müştərini görən kimi əllərim əsir. Hə. Səndən işləyə bilməyəcəyik, Klava. Buyurun, qovun işdən. Sən zooparka baş çək. Ora o qədər də böyük yer deyil. Cəmi 40 yer var. Kafedə. Gedərəm. Gedərəm. Sizin kimi adamlardansa heyvanlar yaxşıdır. Onlardan ümumi dil taparsan. Sən sus, direktorun yaltağı. Vasili Vasilyeviç, düşünürəm ki, mən də getməli olacağam. Repertuarım və ifa tərzim Tatyana Aleksandrovnanın xoşuna gəlmir. Elə bil nədənsə başı çıxır. Elədir, düz deyirsiz. Bu iradlardan bezmişəm. Hər şey aydındır. Mən gənc qız deyiləm. Elədir. Əgər bilmək istəyirsinizsə, məni çoxdan Perikop kinoteatrına çağırırlar. Orada seanslar arası oxuyacağam. Yəqin mən də gedəcəm, daha dözə bilmirəm. Sakit, qadınlar. Bəs dekan nə dedi? Nə deyəcək? Dekan bu təklifdən dişi dırnağı ilə yapışdı. Dedi ki, sizin böyük yola çıxmağınıza real imkanınız yaranıb. Mütəxəssis deyiləm, amma məncə yarayar. Tatyana Aleksandrovna, belə olmur. Siz bizə göstərişlər, düzəlişlər verməlisiniz. Əlavələr, iradlar deməlisiniz. Mənim bundan heç başım çıxmır. Göstəriş vermək üçün başa düşmək mütləq deyil. Hə, nə deyirsiniz? Eskizləri işə salırıq? Hə? Tatyana Aleksandrovna. Veririk. Belə, biz getdik. Biz yoxuq. Sağ olun, sağ olun. Sağ olun, sağ olun. Çərşənbə günü görüşərik. Yaxşı. Mütləq çərşənbə günü. Hə. Yura, Hə? heç yerə tələsmirsiniz. Yox, mən azad insanım. Biraz məndən oturun. Məmnuniyyətlə. Bugün əhvalım çox yaxşıdır. Başa düşürsüz. Mənə maraqlı gəldi. Sizin sayənizdə. Salam. Mane olmadım. Yuri Vasiliç, sizi görməyimə şadam. Təəssüf ki, Tatyananı qaçırmalıyam. Yarım saatdan sonra Rigaya uçuram. Tatyana, hazırlaş, məni yola sal. Yox, Vanişka, gedə bilmərəm. İndi konservatoriyadan uşaqlar gələcək. Nə deyirəm? Vaxtı hələ var, gözləyərik. İvan İliç, hə? Bağışlayın, siz eskizi tərsinə tutmusunuz. Başayaq. Doğrudan? Belə də pis deyil.
Mənsə gözləyə bilmirəm. İnanıram. Çox vacib söhbətim var. Redaktorla. Tanya, mən heç yerə getmirəm. Moskvada qalıram. Odur ki, sizlə hər şey barədə danışarıq, oldu? Çox sağ olun, Yura. Sağ olun, İvan İliç. Sizə yaxşı yol. Çox sağ olun, Yuri Vasiliç. Sağ olun, Yuri Vasiliç. Tanya, bir həftədən sonra mənə qarşıla. Səndən çox xahiş eləyirəm. Bunun hamısını özünüz fikirləşmisiniz? Yoldaş direktor bizi ilhamlandırdı. Deməli, siz yeni zəncirotunu belə Aha, təsəvvür gördüyünüz edirsiniz. kimi hər şey asan, rahat və müasir olacaq. Çoxlu işıq, hava, həm də rekonstruksiya üçün lap az vəsait tələb olunacaq. Uşaqlar hər şeyi özləri düzəldəcəklər. Bəs buna nə qədər vaxt tələb olunacaq? Düşünürəm ki, çox olmaz. Ay yarım, Yox, 2 nə ay. danışırsınız? Daha az. Biz işə başladıqsa ardı gedəcək. Təbrik eləyirəm. Çox sağ olun. Təbrik eləyirəm. Çox sağ olun. Əla. Çox sağ olun. Çox əla. Çox sağ olun. Bu əladır. Hə? Düz deyirəm? Bu gözəldir. Bizim gənclik, hə? Çiçəklənən, inkişaf eləyən, düşünən, axtarışda olan. Afərin sizə. Sizə afərin deyirəm. Deməli belə. Hələlik bu eskiz məndə qalsın. Onu bəzi adamlara göstərməliyəm. Nə deyirəm? Bir də çox sağ olun. Sağlıqla qalın. Sağ olun, çox sağ olun. Sağlıqla qalın. Sağ olun. Sağ olun. Sizsə yoldaş Şumova zəhmət olmasa qalın. Mən getdim İvan Semyoniç. Sağlıqla qal. Zəhmət olmasa əyləşin. Deməli belə yoldaş Şumova. Bu bizim gözəl gələcəkdir. Bizsə bizim gözəl bugünümüz barəsində danışaq. Zəncirotuda nə baş verir? Hərdən şikayət kitabını oxuyursunuz. Ən son əsərləri hələ oxumamışam. Nahaq yerə. Buyurun. Öz mədəni istirahətimi Zəncirotu restoranında keçirməyi xoşlayıram. Burada hər şey yaxşıdır. Həm zəngin menyusu, yaraşıqlı mebellər və Klavdiya Raspopova tərəfindən nəzakətli qulluq. Dünən onu işdən çıxarmışam. Hə? Amma yoldaş Şumovanın simasında yeni rəhbərliyin gəlməsi ilə hər şey pis tərəfə dəyişilib. Personalın işində əsəbilik yaranıb. Bu biz müştərilərdə öz mənfi təsirini göstərir. Xahiş edirəm təcili tədbir görəsiz. Akademik və imza. İcazənizlə. Buyurun. Düşünmürəm ki, bunu yazan akademik olsun. Ən uzağı müxbir üzvü. Niyə belə hesab eləyirsiniz? Ən azı ona görə ki, menyu sözünü i hərflə yazır. Menyu. Bu əhəmiyyətli deyil. Sizi dinləyirəm. Deməli belə yoldaş Şumova, mənzərə belədir. İşçilər sizdən inciyir, qəzetdə sizi tənqid edirlər, müştərilər narazıdır. Bəlkə biz doğrudan da sizlə vidalaşaq. Deməli, siz məni işdən çıxarmaq istəyirsiniz. Niyə tələsik qərar verirsiniz? Azad eləmək. Məcbur olacam. Niyə dərhal bundan başlamadınız? Niyə bir saatda sual verirdiniz? Baxırdınız, heyrətlənirdiniz. Mənə maraqlı idi. Deməli, sizə maraqlı idi. Hə, çox maraqlı idi. Fəaliyyətdə olan, gəlir gətirən müəssisənin 2 ay müddətinə bağlamaq. Çünki orada öz fəaliyyətinizi tətbiq eləyəcəksiniz. Bilirsiniz siz kimsiz? Siz... Yoldaş Şumova, sizdən xahiş edirəm ki, bunu buradan götürün. Bildim bu kabinetdə nə işlə məşğul olursunuz. Siz işsiz oturmursunuz, yox. Heç nə eləməmək üçün hər şey eləyirsiniz. Əgər bu gözəl gələcəkdirsə, onda siz dəhşətli dünənsiz. O məni işdən çıxaranda zərrə qədər narahat olmadım. Bilirdim ki, həqiqət zəfər çalacaq. Elədi. Tresta Pasnikovun yanına getdim. Dedim ki, məni işdən çıxartdılar. Eşidən kimi rəngi ağardı. Dedi, niyə xətrinə dəyiblər? Bir söz deyə bilmirəm. Oturub ağlayıram. İnanırsan, o da oturub az qala ağlayır. Sonra necə oldu? Bərpa elədi. Düzdür. Ona imkan versən, bütün yaxşı işçiləri qovacaq. Sibil, yenə onlara görə hesabı itirdim. Öz orkestrimiz var. Bu ona azlıq eləyir. Hardansa tələbələr gətirib. Modernistlərdir. Ey artistlər! Nə vaxt bitirəcəksiniz? Niyə qışqırırsınız? İnsanlar məşq eləyirlər, çalırlar. Onlar çalırlar. Mən də işləyirəm. Maddi məsuliyyət daşıyıram. Mən onlara görə məhkəməyə düşmək istəmirəm. Nə yerə narahat olursunuz? Hər şey əksinədir. Nə əksinədir? Biz işləyirik, sizsə... Mən nə? Biz nə? Semyon izah elə.
Sakit ol Dina. Uşaqlar, sakit. Yerişə bax. Əladır. Sizə baxıb çox təəccüblənirəm. Belə gənc insanlarsınız, amma qadınla gör necə danışırsınız. Ədəbsizsiz, Kimdir ədəbsiz? axmaqlar, tərbiyəsiz avaralar. Tatyana Aleksandrovna, sizə olar? Salam, salam. Mən mahnı bəstələmişəm. Olar uşaqlarla onu sizə ifa eləyək? Bəstəkar, trubadur. Добрый вечер. А что это значит? Значит, день был по-доброму начат. Значит, день был по-доброму прожит. Он умножит счастливые дни. Он принес нам хорошие вести. Подарил нам улыбки и песни. Мы как друга его проводили. И уже зажигает огни добрый город. Добрый город, добрый город zажигает огни. Bu qədər. Mətni sona qədər yazılmayıb. Mahnı çox xoşuma gəldi, Bu çox. son variant deyil, yenə üzərində işləyəcəyik. Bu da bizim obyektimizdir. Fiziki, eləcə də zehni gücümüzü tətbiq eləyəcəyimiz məkan. Hə, görünür burada çox şeyi uçurmalı olacağıq. Hə, burada xeyli iş var. Salam Tatyana Aleksandrovna. Salam. Uşaqlar, tanış olun, bu bizim sahibəmizdir. Salam. Salam. Biz gəldik Tatyana Aleksandrovna. Uşaqlar, başlayın. Necə yəni başlayın? Elə indi? Hə. Əlbəttə. Yox, uşaqlar gözləmək Nəyə lazımdır. gözləyəcəyik, Tatyana Aleksandrovna? Layihə bizim və sizin müdiriyyət tərəfindən bəyənilib. Deyəsən Postnikov idi. Postnikov? Hə, yadınıza da əlimizi sıxdı. Tamara əlimizi sıxdı. Sıxdı, bax bunu. Dekanlıqda razılaşmışıq ki, bu işi istehsalat təcrübəsi kimi qəbul eləyəcəklər. Yox, uşaqlar, başa düşürəm, biz sizlə danışmışdıq. Amma bilmirəm, bunu razılaşdırmaq Nəyi lazımdır. razılaşdırmalısınız Tatyana Aleksandrovna? Narahat olmayın, biz burada heç nəyi sındırmayacağıq. Artıq olanları yığışdıracağıq. Bax, bunu da çıxarmaq lazımdır. Aha. Vasili Vasilyeviç, həyəcan! Tələbələr tuğyan eləyir. İlahi. Nə baş verir? Yatmağa imkan verməzlər. Ay ana. Ay ay ay. Ver bura. Yoldaş Postnikov, danışan Kutaysev'di. Zəncir otudan. Dəhşət. Burada nə baş verir? Fasilədir.
Yoldaş Kutaysov. Xahiş edirəm, keçmiş restoran müdürü Şumovadan işləri təhvil alın. Gedək buradan. Belə. Yura, redaksiya gələcəksən. Qulaq as. Bugünkü nömrədə bizim, daha doğrusu sənin çıxışlarının izi ilə məqalə olacaq. Hə, felyetonunla bağlı. Tənqidi haqlı qəbul ediblər. Onu işdən çıxarıblar. Niyə belə tələsmisiniz? Adamı işdən çıxarmaq asan işdir. İşçiyə dəstək vermək, ona əl uzatmaq daha yaxşı olmazdı? Bizim əllərimiz işlə məşğuldur. Onları uzatmağa vaxtımız yoxdur. Başa düşün, köhnə, belə deyək, çox da yaxşı olmayan adətlərin dağıdılması... Bu adətlərin dağıdılması deyil, Yuri Vasilyeviç. Bu dövlət əmlakının dağıdılmasıdır, özbaşınalıqdır. O, bacarıqlı insandır. Əminəm ki, özünü göstərə biləcək. Ola bilər, qoy göstərsin. Başqa yerdə. Baxarıq. Bu sonraki işdir. İndi isə sizə açıq deyəcəm. Ürəkdən təşəkkür edirəm. Nəyə görə? Köməyə görə təşəkkür edirəm. Deyək ki, Şumovanı mənim köməyim olmadan azad eləmisiniz. Öz qüvvələrinizə yola vermisiniz. Düşünmək əvəzinə... Bağışlayın, sözünüzü kəsəcəm, Yuri Vasilyeviç. Məntiq hardadır? Özünüz Şumovu barədə yazmışdınız. Onu laqeydlikdə, təşəbbüssüzlükdə ittiham eləmisiniz. Axı bu necə ola bilər? Siz ağıllı adamsınız, tanınmış jurnalistsiniz. Birdən özünüzü təksib eləyirsiniz. Əlbəttə, başa düşürəm, o maraqlı qadındır və s. Hamımız insanıq. Bir sözlə başa düşürsünüz də, amma iş işdir. Biz burada şəxsi məsələləri kənara qoymalıyıq. Deməli belə. Bəli, bəli. Bax, sizə belə deyəcəm, cavan oğlan. Mətbuat bizim ən iti silahımızdır. Mənim fikrim başa düşdünüz? Sizi bilmirəm, amma mən bu yazıları oxuyanda böyük zövq alıram. Çox sağ olun, cavan oğlan. Sağ olun. Həssaslığınıza görə sağ olun, amma onu artıq oxumuşam. Müəyyən zamandan sizin qəzetinizə abunə olmuşam. Burada nə edirsiniz? Mən burada yaşayıram, bəs siz burada nə edirsiniz? Mən... Dövlət əmlakını korlayırsınız? Baxın, Yura, əslində buna görə insanları işdən çıxarırlar. Bilirəm. Çox pərişan olmuşsunuz, Tanya, hə? Düzünü desəm çox. İndi mən nə edeyim? Siz? Niyə siz? Necə yəni? Bütün bunlar mənə görə oldu. Ay, Yura, bəsdir görək. Tərslikdən yaxın günlərdə ezamiyyətə gedirəm. Hara? Uzağa, Sakhalin, Komandor, Kuril adaları, Kamçatka, redaksiyanın ezamiyyətidir. Bu ki maraqlıdır. Elə danışırsınız ki, elə bil uçmaq istəmirsiniz. Bu uzun müddətli idi. Təxminən 3 aylıq. Gedənə qədərsə, bəzi işlər görmək olardı. Hə, bugün Postnikovun yanına getmişdim. Niyə? Cəhd elədim ki, Niyə getmisiniz? Sizdən xahiş eləməmişdim. O adamı tanımaq lazımdır. Sizin gəlişinizdən sonra kim bilir nələr fikirləşəcək. artıq fikirləşdi. Bilirsiniz nə var? Çox sağ olun. Tanya, Çox sağ olun. Bağışlayın, mən mağazaya getməliyəm. Yuri Vasilyeviç, nə xoş təsadüf. Salam. Növbə çəkirik? Əslində mən burada Aydındır. Bəs Tanya hardadır? Bugün Riqadan gəlirəm. Heç kim məni qarşılamır. Onun iş yerinə zəng eləyirəm, orada anlaşılmaz cavab verirlər. Evinə gəlirəm və kimi görürəm, o mağazaya getdi. İşə bax, hər şeyi bilirsiniz. Ümumiyyətlə işlər necədir? Yəqin xəbəriniz var. Var. Onu işdən çıxarıblar. Doğrudan? İçəri keçib söhbət eləyək, danışarsınız. Tanış heyətdir. Deyəsən burada sizdən çıxış eləmişik. Deyirsiniz onu hansı xulasa ilə çıxarıblar? Rəhbərliyi təmin eləmədiyi üçün işdən çıxarmaq. Yox, onların bu nömrəsi keçməyəcək. Oynayaq, indi Abram Semyonoviç də gəlir. Biz oynamırıq. Bəlkə damı oynayaq. Dama da oynamırıq. Heyif. Deməli belə, Yuri Vasilyeviç. Sizə çox təşəkkür eləyirəm. Təsəvvür eləyə bilməzsiniz mənə necə kömək elədiniz. Əmirdəki xulasəni dəyişərik. Bu aydındır. Ümumilikdə isə hər şey çox uğurlu alındı.
Maraqlıdır, nəyi nəzərdə tutursunuz? Bilirsiniz, mən Tanyanı öz yanıma işə dəvət eləmişəm. İndi isə sizin sayənizdə onu Moskvada heç nə saxlamır. Odur ki, bir həftədən sonra onunla təyyarəyə oturub, necə deyərlər, tutdu. Aydındır, bu qərarı o verib. Mən belə qərar vermişəm mən. Günahkaram. Axı dedim ki, oynamırıq. Bəlkə siqaretiniz olar. Ne olur olsun. 2 dənə götürürəm birini Abram Semyonoviç üçün. Yuri Vasiliç, istəyirəm məni düzgün başa düşəsiz. Düşünürəm ki, sizi istədiyiniz kimi başa düşdüm. Çox gözəl. Günahkaram. Bəlkə kart oynayaq. Kart? Mənsiz oynayın. Aha. O, Abram Semyonoviçi nəzərdə tuturdu. Egoistlər. Nikolay Ivanoviç, salam. Ha, yoldaş Şumova salam. Gedirsiz? Mənim yanıma gəlmişdiniz. Hə. İstəyirdim. Cəmi 5 dəqiqə Nikolay Ivanoviç. 5 dəqiqə. Hə, necə eləyək? Yarmarkaya getməliyəm. Bilirsiniz nə var? Əgər etiraz eləmirsinizsə, gəlin bir yerdə gedək. Çox sağ olun. Yolda danışarıq. Buyurun. Vasili Fyodoroviç, yarmarkaya sür. Hər vaxtınız xeyir. Salam. Tatyana Aleksandrovna evdədir? Yox, yoxdur. Amma birazdan gələcək. Gözləyə bilərsiniz. Buyurun, keçin. Çox sağ olun. Salam. Salam. Bağışlayın, siz... Yuri Vasiliyeviç Nikitin. Ana, xatırlayırsınız? Sizə danışmışdım. Jurnalist, həmin ki. Buyurun, keçin içəri. Yox, bugün mən yola çıxıram. Odur ki, vaxtım yoxdur. Uzağa gedirsiniz? Uzağa, uzun müddətə? Uzun müddətə. Peşələri belədir. Gedirlər, uçurlar, həyatları gözlənilməzliklərlə doludur. Düz qeyd elədiniz. Bağışlayın. Bağışlayın, bəlkə ona nəsə çatdırmaq lazımdır. Nə çatdıracaqsınız ki? Ona təbriklərimi çatdırın. Sağ olun. Sağ olun. Başa düşürsüz Nikolay Ivanoviç. Yeni nəsə tikmək üçün bəzən köhnəni sökməli olursan. Təbii progresiv fikirdir. Amma bu qədər özbaşınalıq nəyə lazımdır? Neynəməliydim? Kağızlar yazmalıydım, icazələr toplamalıydım. Bütün bunlara illər sərf eləməliydim. Əlbəttə tikinti ilə tələsdim. Hə, deməli Postnikov haqlıdır. Ən kədərlisi odur ki, Postnikov həmişə haqlıdır. Həmişə yox, amma əslində Postnikov böyük qüvvədir. Hələ ki bizdə Postnikovlar çoxdur. Gözəl insan, bağışda ki, narahat eləyirəm. Mən palto almaq istəyirəm. Mən nə edə bilərəm? Qızım Luba ərə gedib, əri ilə çıxıb gedib. Kürəkənimsə mükafat alıb, pul göndərib. Yazır ki, ana, özün üçün nəsə al, Luba üçün də hədiyyə al. Mənə də palto al, dəbli olsun. Sizi heç cür başa düşmürəm. Baxıram və təəccüblənirəm. Bədən quruluşun eyni ilə onunki kimidir. Kolya, kürəkənim kimisən. Yaxşılıq elə əzizim. Çadıra keçək, paltonu sənin əynində yoxlayım. Gedək əzizim. Nə deyirəm, gedək. 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 Eşidirəm sizi. Palto istəyirəm, onun əyninə olsun. 56, boy ölçüsü 3. Bəlkə kömək eləyəsiz. Bizdə özünə xidmətdir. Hə, aydındır. Düz ölçünüzdür. Oy. Bu nə rəngdir? Ən çox istifadə olunan rəngdir. Qəmbər rəngi. Bütün Moskva geyinir. Bundan yaxşı nəsə var? Soruşuram ki, daha yaxşı nəsə var? Olsaydı verərdim. Nə olub? Nə baş verib? Bu paltonu sizə kim verib? Bu yoldaş. Mən? Ay, get buradan. Xahiş edirəm, bağışlayın.
Bu köhnəlmiş modeli apar. Təsadüfən burada qalıb. Xahiş edirəm bağışlayın. Bu yeni başlayan satıcıdır, şagirddir. Get buradan, get. Xahiş edirəm bağışlayın. İndi hər şey qaydasında olacaq. Nənəcən, əyləşin, əyləşin. Xanım qız, hörmətli alıcı, bir dəqiqə. İşə bir bax. Buyurun. Bax, bu bizim məhsulumuzdur. Hə, bu başqa məsələ. Yaxşıdır, hə. Nənəcən necədir? Bu yaxşıdır, yaxşıdır. Əsl istədiyimdir. Qəbz yazmaq olar? Hə, Olar, olar. olar. Buyurun, xahiş edirəm. Nəzarətə yaxınlaşın. İndi qablaşdırarıq. Ən yaxşı şəkildə, mədəni surətdə. Pulu bura ödəyin. Buyurun, nənəcən. Alış-verişə görə təşəkkür edirəm. Hörmətli alıcılar, mağazamıza yenə gəlin. Anacan, sağlıqla qalın. Xoş getdiniz. Çox sağ ol dostum, çox sağ ol. Arvadınıza salam söyləyin, qızınıza, nəvənizə. Oğlum, əzizim, köməyə görə çox sağ ol. Buyur, anacan. Sağ ol qızım. Buyurun, sağ olun. Sağ olun. Hamı belə işləsəydi, yaxşı olardı. Hə, yaxşı olardı. Nikolay Ivanoviç, sizə Zəncirotda baş verənlər haqqında danışmaq istəyirdim. Bura gəl. Onun qarşısında niyə əriyirdin? Bəs necə? Sənə hörmət elədi. Onun kim olduğunu bilirsən? Yox, axmaqsan. Müdiriyyəti üzdən tanımaq lazımdır. Ana, Ona kinoya bilet aldım. Tatyana Aleksandrovna, buyurun. nə münasibətlə? Bugün Postnikovun yanında oldum. Səndən bu barədə xahiş eləmişəm. Yox, eləməmsən. Əmirdə nə deyilirdi? Rəhbərliyi təmin eləmədiyi üçün işdən azad edilsin. Bəs indi əmir necə səslənəcək? Şumova Tatyana Aleksandrovna öz istəyi ilə işdən azad olunsun. Öz istəyi ilə? Sənin öz istəyinlə. Nə fərqi var, Tanya? Sənə elə gəlmir ki, özlərinə çox şey götürürsən. Yox, elə gəlmir. Tanya, Mən əynimi dəyişəcəm. buyur. Niyə həmişə mənim əvəzimə sən qərar verirsən? Niyə heç vaxt mənim nə istədiyimi soruşmursan? Sən nə istəyirsən? Gəlmişdi bura, gəlmişdi. Yəqin vidalaşmaq üçün gəlmişdi. Dedi gedir, uzağa və uzun müddətə. Tanya, dayan, axmaqlıq eləmə. Tanya, dayan. Təsəvvür edirsən, bütün bunları mən dağıtsaydım nə baş verərdi? Buna şübhə eləməyə bilərsən. Yurkaya hər şeyi bağışlayırsan. O Yurkadır. Qulaq as, yəqin təyyarə uçmayıb. Salam Maşa. Oy Tanişka, salam. Elə bildi ki, Yura qayıdıb. Yura? O hardadır? O getdi. Səhər heç nə bilmirdi. Sonra zəng elədilər və getdi. Bu nə gizli söhbətdir belə? Salam. Buyurun, keçin. Yox, mən gedim. Nə danışırsınız? Yox. Heç yerə getməyəcəksiniz, indi çay içəcəyik. Buyurun, keçin. Amma bağışlayın, heç nəyi yığışdıra bilməmişəm. Bu dəqiqə. Xatırlayırsınız? Yəni mən belə idim. Əslində bu retuşdu. Siz ondan xoş və mülayim idiniz. Eyni ilə indiki kimi. Əyləşin. Çox sağ olun. Tengiz, kömək elə. Belə. Buyurun. Bəlkə süd gətirim. Yox, sağ olun. Bəlkə musiqiyə qulaq asaq. Əla yazılar var. Lap təzədir. Uşaqlar, mən gedirəm. Maşka, bağışla ki, törtöküntü eləmişəm. Çox tələsirdim. Başqa bir şey qoy. Lazım deyil. İndi evə qayıtmısınız. Mənsə yüksək hündürlükdə uçuram. Yeri gəlmişkən buradan hər şeyi görürəm. Siz oturub çay içirsiniz. Maşa da öz zolaqlı koftasındadır. Tengiz isə ağ maykada və mənim ev ayaqqabılarımdadır. Hə? Tapmadı. Tengiz, əgər sən yenə mənim üz qırxmaq üçün fırçamı götürsən, bığlarını kəsib, onlardan fırça düzəldəcəm. Başa düşdün? Əzizlərim, əslində çox şadam ki, uçuram. Dəhşətli dərəcədə şadam. Yəqin ona görə ki, mən hər cür sentimental cəfəngiyyatla məşğul olurdum. Mənim işim yer üzündə gəzmək, dünyanı görmək, müxtəlif insanlarla rastlaşmaq və bu haqda danışmaqdır.
Bir sözlə əzizlərim, sağlıqla qalın. Sizi öpürəm. Bütün tanışlara salam deyin. Görürsüz Tanya, sizə salam var. Обо всем, что было на планете, ты читаешь в утренней газете, и все новости с любого континента шлем в газету мы, корреспонденты. Наша должность гонит нас из дома по маршрутам новым незнакомым. То гостиница, купе или каюта, нет у нас домашнего уюта. И куда бы ни занес нас ветер, да всего есть дело нам на свете. Лишь любимые порой на нас обидят, что так долго нас они не видят. Мы шагали по пескам пустыни, дрейфовали на полярной льдине. Мы встречались с облаками на Эльбрусе. Жизнь такая, в общем, в нашем вкусе. Мы встречались с облаками на Эльбрусе. Жизнь такая, в общем, в нашем вкусе. Журналистская судьба такая, находиться на переднем крае, и о том, что приключилось на планете, рассказать в сегодняшней газете. Petropavlovsk-Kamçatka, Xabarovsk-Moskva marşrutu ilə uçan Tu-104 təyyarələrinə minik başlanır. Sərnişinlərdən tələsmələri xahiş olunur. Təkrar edirəm. Petropavlovsk-Kamçatka, Xabarovsk-Moskva marşrutu ilə uçan Tu-104 təyyarələrinə minik başlanır. Sərnişinlərdən tələsmələri xahiş olunur. Yüklərim getdi. Xüsusi reyslə. İşlər necədir? Bizdə pis olmur. Uz-Kamçatskda yeni universal mağaza açmışam. Komandorla mal göndərmişəm. Salam. Salam. Etiraf eləyim ki, sizi burada görəcəyimi gözləmirdim. Bilirsiniz, heç mən də buna ümid eləmirdim. Sizə yaxşı yol. Sağlıqla qalın. Arvadınıza salam. Nə yaxşı ki, sən məhz bugün gəldin. Hə? Nədir, nəsə olub?
Səbirli ol, görərsən. Bilsən gəlməyinə necə sevinirəm. Qəribədir, əvvəllər gedəndə sevinirdin. İndi bizim sənə ehtiyacımız yoxdur. Öz evimizə köçmüşük. Doğrudan Maşa? Doğrudan, İnanmıram ki, sizin əlinizdən dincələcəm. İndi evə gedəcəm. indi evə getməyəcəksən. Niyə? Uşaqlar nə baş verir? Ürəyimi üzməyin. Hə, Tengiz, gəl onu intizarda saxlamayaq. Saxlamayaq. Al. Əziz dost, bugün zəncir otu qapılarını yenidən açır. Gəlin, gəlişinizə şad olarıq. Bugün yoldaşlar, sizin üçün təntənəli bir gündür. Əlbəttə hamınız qəzet oxuyursunuz. İndi qarşımızda duran vəzifə hansıdır? Hər şey xalqın rifahı üçün. Hər şey kimin rifahı üçündür? İnsanın. Afərin Raspopova, afərin. Hər şey onun üçündür. Hər şey insan üçündür. Deməli yoldaşlar, gülümsəyəcəyik. Hamı, istisna olmadan. Deməliyəm ki, yoldaş Şumova və yoldaş Kutaysev və biz hamımız, yoldaşlar, burada xeyli zəhmət çəkmişik. Biz burada, Tatyana Aleksandrovna, kollektivə bir-iki kəlmə deyin. Yoldaş Posnikov, açmaq vaxtıdır, vaxt yoxdur. Tələsmə Tatyana Aleksandrovna, get. Yoldaşlar, biz bu barədə artıq danışmışıq. Restoranın yenidən qurulması işin yarısıdır. Ən əsası odur ki, insanlar burada özlərini yaxşı hiss eləsinlər və yenidən bura gəlmək istəsinlər. Onlar bizdən xoş rəftar, diqqət, qayğı gözləyirlər. Bilirsiniz, biz elə eləməliyik ki, onların həmişə əhvalı yüksək olsun. Qızıl sözlərdir Tatyana Aleksandrovna. Klava, bura gəl. Gəlin işə başlayaq. Bugün zala çıxma. Niyə? Özünü əvala bilməzsən, problem yaradarsan. Vasili Vasiliç, axı mən tərbiyə olmuşam, lazımsa gülümsəyə də bilərəm. Lazım deyil. Bugün yardımcı otağında işləyərsən, orada da gülümsəyərsən. Buyurun. Yoldaş Posnikov, açmaq vaxtıdır, saat 7-dir. İnsanlar gözləyir. Gözləyərlər. Onlar işdə deyirlər. Orada dayanıb istirahət eləyirlər. İndi rəhbərlik gələr, o zaman adamları da buraxarıq. Ax, indi özünüz dediniz ki, hər şey insanın rifahı üçündür. Yoldaş Şumova, demagogluq eləməyin. Sizə rus dilində izah eləyirəm. Burada hər şey təzədir. Sizin adamlarsa içəri girib buranı izbirləyəcəklər. Görkəm korlanacaq. Rəhbərlik gələcək, nə görəcək? Mənə mane olmayın. Çıxışa hazırlaşıram. Pavel Kuzmiç, açın qapıları. Uşaqlar, başlayın. Axşamınız xeyir. Добрый вечер. А что это значит? Значит, день был по-доброму начат. Значит, день был по-доброму прожит. Он умножит счастливые дни. Он принес нам хорошие вести. Подарил нам улыбки и песни. Мы как друга его проводили. И уже зажигает огни. Добрый город, добрый город, добрый город зажигает огни. Siz mənim tədbirimi məhv elədiniz. Sizlə başqa yerdə danışacağım. Salam yoldaş Posnikov. Salam. Niyə axına qarşı gəlirsiniz? Düzgün izah eləmirsiniz. Axın mənə qarşı gəlir. Добрый город, а что это значит? Значит, в городе дети не плачут. Значит, мирное небо над нами. И шумит на бульварах листва. Он годами, хотя и не молод, но душою он молод, наш город. Добрым людям распахнутый настежь. Добрый город.
город, родная Москва. Добрый город, добрый город, добрый город, добрый город, родная Моskva. Bilirsiniz, yəqin məni sabah yenə işdən çıxaracaqlar. Əla, biz hər şeyi yenidən başlayarıq.